ancaq hələ ümumiyyətlə ayılmağına bir ümidi var. Xanım, mən hazırda bir şey deyə bilmərəm sizə bu haqda. Çünki müayinələr davam edir. Dəqiq diaqnoz qoyulmuyor belə. Sənə nəsə olsa, həm də yaşamağımın bir mənası yoxdur. Sizə dediyim oyunçu ilə danışdım, vəzirim. Oynamağa razıdır. Əgər siz də razısınızsa, pulu hazırlayın, Ümidə də xəbər verin, oyunu təşkil etmiş. Mən Sevincin atasıyam. Gəlmişəm səninlə söhbət edeyim. Necədir, xoşunuza gəldi? Evin biraz təmirə ehtiyacı var, amma yeri yaxşı yerdir. Əlbəttə yaxşı yerdir. Bəli, yaxşı yerdədir. Amma sadəcə olaraq qiymətini baha versənə. Mən bu evi qiymətindən də aşağı verirəm. Əl yandıda yox, ona görə. Danışıb biraz da qiymət aşağı sala bilərik. Olmadı şimdi. Sən səbirsizlik eləyirsən, xalamoğlu. Düz yanaşmırsan məsələyə. Biz Ümidi tanıdığımız gündən Ümidə arxadayaq olmuşuq. Ümidin cibinə pul olmuşuq. Qoymamışıq o əzilsin, çətinlik görsün. Bizim Ümidə nə pisliyimiz deyib ki? Övladı böyüdürsən, boya başa çatdırırsan. Onun hər bir əzabına, əziyyətinə dözürsən. Axırda sənin kimi fironluq eləyən biri gəlib, onun həyatını alt-üst eləyir. Müəllim, elə deyil. Kəs səsini! Bilirəm, bəlkə də yeri deyil. Amma bunu başqa vaxtda da saxlaya bilmirəm. Bu nədir? Bu, belə deyim də, xətalarımın kompensasiyasıdır. Ümid eləyirəm bu dəfə geri qaytarmazsan. Səncə mən pis adamam? Rahmet nə sual verirsən? Sənin özünün də bir sınağın var bu həyatda. O sınaq sənin gələcəyini, gələcək həyatını müəyyən edə bilər. Nə sınaqdır ki? Şahmat. Dünən xəstəxanadaydım. Təmiz üzülüb Ümid. Bəlkə uşaq deyil. Elə olacaqdı. Ata yox, ana yox. Bacı da deyib bu vəziyyətdə. Allah heç bir uşağa elə bəlalar qismət eləməz. Amin. Ayeti. Ağzıma daş torpaq deyirəm, birdən xəyaliyə nəsə olar. Nətər danışırsan sən? Danışırsan o ki, ağlıma gətirmə belə şeyləri. Xəyalin olası, xəyali sağalacaq da. Hamı çalışır da, məktəb, dost, tanış, hamısı. Şükür Allah'dır ki, xəyali şəhərin ən güclü həkimlərin əlindədir. Narahatlarım yaxşı olacaq. Sağalacaq.
Mən də getmək istəyirəm xəstəxanaya. Yemək zad bişirəyim. Aparım da uşaq üçün, Allah bilə atsız qalıb orada. Yaxşı gedərsən. Ne oldu? Həkim nə dedi? Deyir, əməliyyat olunmalıdır. Qorxma, sözü sağalacaq. Nə əməliyyatdır? Başında bir də onurğasında travma var. Amma əməliyyatdan sonra yaxşılaşacaq. Amma bahalı əməliyyatdır. Bizdə elə narahat eləyən o puldur da. 5 manatdır, 3 manatdır. O qədər pullardan da biz biz. Nə qədər pul lazımdır ki? 40 min, 50 min. Bunun əməliyyatı var. Bunun müalicəsi var. Bunun reanimasiyası var. Bilirsən gündə reanimasiyaya nə qədər pul gedir? İndi fikirləşə görək hardan tapa bilərik pulu. Uşağı buradan tez çıxartmaq lazımdır. Deyirəm evi sataq, əməliyyat üçün də pul olsun. Biraz da hafta pul qalar da. Hı? Razıyam. Bazıma görə hər şeyə razıyam. Tək o sağ olsun. Amma biraz gözləyək, bəlkə başqa yerdən pul taparıq. Bəlkə biraz fikirləşək. Kimdənsə borc ala bilərik. Hə? Ümid düz deyir. Görsək ki, tapa bilmirik, onda danışaq bu barədə. Ay, çatdırsın. Dədə zəng eləmir. Ümidim batsın vəziyyətimiz. Deyirəm, bu çox xəstə, bu mən güləyim. Lazımdır. Orada geyəcəyik. Dən o idman müəllimi çıxacaq qabağımıza. Bu dəfə o şoförü başlayacağım mən ona. Biz bu dəfə mən də keçən də ona. Necəsin qalman? Gəl. Necə salındı? Bacı necədir? Yaxşı deyil. Həkim dedi ki, yenə əməliyyat olmalıdır. O da çox bahadır. Nə qədər pul lazımdır? 40 min, 50 min, bəlkə də lap çox. Mənim də var üstümdə, havaya çıxım bu. Özü də bir istəməndə o qədər pulu yoxdur. Bəlkə bahalı oyun təşkil eləyəsiniz, oynayın. Başqa bilmirəm.
Biz bu ağa oyunu təşkil eləyərik. Sadəcə olaraq biz fikirləşirdik ki, sən depressiyadasan. Şahmat oyunu elədik ki, orada gəlib fikirləri toplayasan, özür cəmləyəsən, düzgün qərar verəsən. Sən bu eləyə biləcəksən? Bacıma görə hər şey eləyərəm. Tək o pulu yığım mən. Başqa çıxış yolum yoxdur. Səbir ol. Hər şey yaxşı olur. Xəyallərin vəziyyəti necədir? Elə də ata. Hələ komadan oyanmayıb. Ümiddəki yazıq başına hava gəlməsə yaxşıdır. Əvvəl atası anası rəhmətə getdi. İndi də bacısı maşın vurub. Yazıq çox pis vəziyyətdədir. Həyat həmişə gözlənilmədən zərbə vurur insana. Heç vaxt qabaqcadan xəbərdarlıq eləmir ki, sən o bəlaya hazırlaşasan. Hər anın bir hökmü var. İnsan belə hadisələri eşidəndə, görəndə başa düşür ki, dünya çox fani dünyadır. Dünənə qədər deyib gülən adam birdən elə vəziyyətə düşür ki, gözünü aça bilmir. Ona görə də insan gərək özünü heç vaxt yenilməz, hamıdan güclü hesab eləməz. Belə insanlar səfeh insanlardır oğlum. Mənim kimi. Bəs yaxşı, sən axırıncı dəfə nə vaxt mənə oğlum söz demisən? Həm də sənin 100 faiz nəsə olub. Niyə? Mən dəyişə bilmərəm. Nə bilim. Yoxsa mən insan deyiləm. Mənim də ürəyim var. Mənim də hisslərim var. Düşünmək üçün beynim var. Bilirsən, hərdən pul, nüfuz, adsan insanın gözlərini elə bağlayır ki, göz ayağın altını görmür. Və bir gün büdrüyürsən, gözü açıb görürsən ki, yerdəsən. Əslində, insan çox gücsüz varlıqdır. Həyat bir anın içində hər şeyi insanın əlindən ala bilir. Ona görə də insan gərək hər gün özünə, öz əməlləri barədə hesabat versin. Və əgər nəsə düz getmirsə, öz əməllərinə, davranışlarına, hərəkətlərinə düzəliş eləsin. Özünü tərbiyə eləsin ki, başqalarına, ətrafındakılara zərər yetirməsin. Düz işdə ata. Əslində, elə mənim beynimdən keçənləri dedin. Mən də əvvəl məsələn fikirləşirdim ki, əgər pulun varsa, arxan varsa demək, sən həmişə düzsən, həmişə haqlısan. Günlərin bir gün özümə qıraqdan baxdım ki, əgər mənim pulum yoxdursa, varlığım yoxdursa, heç kim mənim yanımda dayanmayacaq. Elə onda da başa düşdüm ki, mən təkəm. Ata, bir də sənə bir şey etiraf eləmək istəyirəm. Deyirəm, nə yaxşı ki, o liseydən çıxartdın, mən saldım bu məktəbə. En azından burada özümü tanıdım. Bildim kiməm mən. Özümü dəyişdirdim. Bilirsən, sənin səhv yolda olmağında mənim günahım olub. Mən səni ərköyünü tərbiyə eləmişəm. Mən sənə düzgün tərbiyə verə bilməmişəm. Çünki özüm də səhv yolda olmuşam. Mən sənə yaxşı ata nümunəsi ola bilməmişəm. Necə ola biləydim axı? Yəni, səhv yolda olan insan
özü necə düz nümunə ola bilər? Necə düz yol göstərə bilər? Amma ata, Bilirsən, mən də dəyişmək istəyirəm. Başqa adam olmaq istəyirəm. İstəyirəm hər şeyi sıfırlayıb yenidən başlayım. Düşünürəm ki, hələ də gec deyil. dəyişmək heç vaxt gec deyil. Əsas odur ki, insan səhvini vaxtında bilsin və özünü dəyişmək üçün özünə cəsarət tapsın. Bu şey işte. Diyan bir dakika. Diyan ay bu. Ha, oyna, bir dakika. oyna. Bu da dur. Dur. Oyna göre. Bu da şey. Şey işte. Allah 6-1. Ay Sərdar müəllim, mən o vaxt yadımdadır. Deməli, bu mənim Qaxdan, Sarıbaş kəndindən bir əskəri yoldaşım var idi. Adı Vüsal idi. Vüsal. Vüsal. İdman elə cüssəli, yaman əsəb adam idi. Bir davakar idi. Bu əskərlikdə bizə nə edirdi? O mənfurları döyüb öldürürdü hamısını. Bilmədim sonra nə oldu. Dedilər Moskvaya getdi. Sonra dayı itirdi maçı onu. Nə peşənin sahibiydi? Vallahi dedilər sonra Moskvaya getdi. Qayıtdı meşəbəyi işləyirdi Qaxda meşəbəyi. Fındıq bağları var, fındıq yeri. Fındıq işi var. Onu yani cavanlar yaxşı tanıyır. 4-1. Elə qalx dediyin yadıma düşdü. Samudar müəllim, mən mütləq Qaxda toy eləməliyim, Sarıbaş kəndində. Mütləq. Çünki ətraf kəndlərin hamısında qohum əqrabadır. Onları burası dəvət eləmək çətinlikdir. Uzaq məsafədə gəlib gedə bilmir. Deməyi başa düşdüm. Belə çıxır ki, yəni ay bu da. Mən də yerə Qubada toy eləyəm. Mənim də qohum əqrəbəm hamısı Qubadadır, Vəlvələ kəndində. Belə oyuna görüm. Bəs Bakını nə eləyək? Bakı toyda heç nə. Üçüncü toyda Bakıda eləyərik. O var. Qoy cavanlar elə burada. Əlbəttə, Allah əylənsinlər. Çox gözəl olar. Çox rahatsızlıq olar. 500, Allah xeyir versin. Lap yaxşı, Allah. Deyən bir dəqiqə. Ay, sən bir dəqiqə. Bu 1, bu da 5. Oyuna görə Yaxınlaşıram. yaxınlaşırsan, yox. Yaxınlaşırmazsan. Pəncəhar. Etibar müəllim, Hə, Kəmal. biz bütün 11-lərdən pulu yığdıq. Buyur. Pul yığmısınız. Kamran, Ümidin bu dəqiqə daha çox mənəvi dəstəyə ehtiyacı var. Siz cavan uşaqlarsınız, işləmirsiniz, eləmirsiniz. Hardan yığmısınız bunu? Kimdən yığırsınız? Bildim Etibar müəllim, amma biz könüllü boyu yığmışıq. Fikirləşdik ki, hardası olsa Ümidə kömək, yardımı da həyata belə deyil. Amma bir məsələ vardı Etibar müəllim. Nə məsələ? Ümid o pulu götürməyəcək. Niyə? Çünki birinci dəfə sinifə gələndə Ümidin atası rəhmətə getmişdi. Bütün 11-lər onda da pul yığmışdı. Amma Ümid o pulu götürmədi. Aydındır. Biz belə eləyərik. Biz pulu Ümidə yox, onun qohumlarına verərik. Çünki
Məktəbdə də müəllimlər könüllü biraz vəsait var, məndə də var. İkisini bir yerdə verirəm qohumlarına. Burada olub gəl. Salam Zahir ben. Aleyküm. Allah şəfasını versin. Siz məktəbin kollektivi, şagirdlər və müəllimlər bir balaca vəsait toplamışıq. Bilirik ki, indi mənəvi dəstəkdən əlavə maddi dəstəyə də ehtiyac var. Ona görə indi az da olsa, çox da olsa bunu xahiş edirəm. Məktəbin adından qəbul edin. Yəqin ki, hansısa bir şey yarayar. Çox sağ olun. Allah səbir versin. Allah cibinizə bərəkət versin. Sağ ol. Yaxşı dəyişək formayı. Verdim babam. Olmasa böyle olmaz. Yok bizim uşaq. Haylı mən necə adamam? Mən necə adamam? Boş şeylere göre o kadar kara kışkırık dava dalaş kalmak. Yazıq uşaqları yersiz koydum. Haklısın. Qədirlə Arzu sağ olsaydı, evin uşaqların bu vəziyyətini görüb bizim heç üzümüzə baxmazdılar. Biz onların ruhunu şad eləyəmədik. Ay Safra. İbi əsas odur ki, səhvimizi başa düşmüşük. İnsanlıqda hamı səhvidir, dəmir döyürük. Baxarsan, xəyali sağalacaq, direkt sağalacaq. Durub gedərik buradan hamımız evimizə. Hər şeydə təzədən başlayacağıq. Bu cür gözəl, ağıllı uşaqları bizə əmanət qoyub getdilər. Safra, biz onları layiq olduqları kimi böyütməliyik. Elə də eləyəcəyik. De ki, xəyali sağalsın. El-ele verib, olur yaxşı-yaxşı baxarıq. Bazen her şey başka cür olacaq, Nəcibə. Söz verirəm. Her şey başka cür olacaq. Tek hayali sağalsın. Eldar, diqqət eləmisən, dənizlər necə xoş, mülayim, sakit görünür. Amma o sakit görüntünün arxasında qəzəb gizlənib. İnsanlar da dənizlərin qəzəbindən qorxurlar. Bilirsən, mən amma heç vaxt qorxmamışam. Sən deyəsən, arxasında qəzəb, aqresiya gizlənən heç nədən qorxmursan. Ola bilər. Niyə elə dedin ki? Özümü nəzərdə tuturam. Mən də qıraqdan alicənab, sakit, mülayim görünürəm, amma bu sakitliyin arxasında həmişə qəzəb, aqresiya yatır. Sən də bunu bilirsən, amma məndən uzaqlaşmırsan. Sevgi qorxu hissini dəf eləyir. Səni sevməsəydim, qəzəbindən qorxardım. Bu xasiyyətindən də heç vaxt yanında qalmazdım.
Denizi seven insanlar dalgalarından korkmazlar. Çünkü dalga ne kadar büyük olsa da bilirsen ki arkanda sahil var. Sahil seni qəzəbli dalgalardan xilas eləyəcək. İnsanlar da denizler kimidir. Ama arada bir fark var. Deniz qəzəbli olanda hamı ondan qaçır. Çünkü insan heç cür denizi sakitləşdirə bilməz. Ama bir kəs qəzəbli olanda onu sakitləşdirmək mümkündür. Hirsini soyuda bilirsən. Xüsusilə də sevdiyin insandırsa. Helen, bilirsən, haradasa oxumuşdum. Çox gözəl sözlərdir. Deyir ki, insan ruhu dəniz kimidir. Dalğalananda onu ancaq sevgi sakitləşdirə bilər. Sevinç, sənə etiraf eləmək istəyirəm. Mənim hövsələsizliyimə, qısqanclığıma bu qədər vaxtı dözdüyümə görə sənə çox sağ ol demək istəyirəm. Yaxşı ki, sən çıxdın rastıma. Yaxşı ki, səni sevdim. Neyniyək? Sevgi bizi nələrə dözməyə məcbur eləmədi ki. Bayaq bir söz dedin, insan biləndə ki, necə idi orada? İnsan biləndə ki, qayıdacağı sahil var, heç nədən qorxmur. Dənizdən qorxmur. Yəni, dərhal bilinir ki, müəllim cümləsində çətinlik çəkirəm deməyə. Olar sənə rəqsə dəvət edeyim. Burada. Hə, gəl, başa düşəcəksən. Gözlə. Gözlə, bir dəqiqə səbr elə. Ciddisən sən? Gözlə. Amma gülmə. Bax, bir səhər, bir liman, sən idin, bir də mən. Sən getdin, tək qaldı bir liman, bir də mən. Sən getdin, tək qaldı bir liman, bir də mən. Bir səhər, bir liman, sən idin, bir də mən. Sən getdin, tək qaldı bir liman, bir də mən. Sən getdin, tək qaldı bir liman, bir də mən. O gündən göy sular, göy nəğmə oxudum. O gündən ürəyim limanda uyudum. O gündən ürəyim limanda uyudum. Harda qaldım bu? Akıbətən xeyr. Selamünaleyküm. Vəzir, Vəzir, Cavad, vəzir, Vüqar, vəzir. Canım. Ümid. Sağ ol. Xoş gördük cavan oğlan. Xoş geldin. Vəzir, Ümid. Ümid. Sənin haqqında çox eşitmişim. Amma atalar deyib ki, yiğidin adını eşit, üzünü görmə. Həm adını eşitmə, həm də üzünü görmək lazımdır. Cavan oğlan, ağlarla oynayırsınız, yoxsa qaralarla? Bu dəfə qaralarla.
Zəhmət olmasa əyləşək. Hə, Ümid. Hazırsan? Hazırım. Cavad, oyundan qabaq vəzir əmanəti görməlidir. Hə, adətimiz belədir. Bu bizim 100 milimiz. Bu da bizim 100 milimiz. Başlayaq. Şah. Və mat.
Mən axır razılaşdığımız məbləği bilmirdim. Şahmutda udmaq da olar, uduzmaq da. Olar. Olar Ümid. Udmaq da olar, uduzmaq da olar. Amma 100 min uduzmaq olmaz. Nə qədər? 100 min. Gecəni bu vaxtda burada niyə oturmuşsan? Niyə evə getmirsən? Onda elə burada gözləyəcəm. Xəyaləni tək qoyub gedə bilmərəm. İçim rahat olmayacaq. Demişdim belə risk eləmə. Sözümə qulaq asmadırsan, hə? Nəsə fikirləşməliyik. Xəyalənin əməliyyatı üçün pul tapmalıyıq. Mən bilirəm nə etmək lazımdır. Nə? Evi çıxaraq satışaq. Verərsən Ümidə. Deyəsən, Qədər Rafiq günahlarını yumağa çalışır. Avtoservisdəkilər göməm, arxa dayaqlarım, dərdimə şərik olanlar mənə qumar toruna saldılar. Uşaqdan istifadə ediblər də, o pulu söz verirlər ona, pul da vermirlər ona. İndi hamısı da qaçıb gedib, Cahangir də evi satıb, pul götürüb aradan çıxmaq istəyir.